Salam dəyərli Avtosaz tamaşaçıları, xoş gördük hər birinizi. Yenidən avtomobil bazarına üz tutmuşam. Hava yağışlıdır, soyuqdur. Amma bütün bunlara baxmayaraq ənənəvi şəkildə bazara gəlmişəm və yenə də bazardakı vəziyyətlə maraqlanacağam. Amma bu dəfəki çəkilişim əvvəlkilərdən fərqli bir üslubda olacaq. Bu dəfə maraqlı avtomobilləri çəkib göstərəcəm. Xüsusilə də yeni avtomobilləri göstərəcəm. Yəni bazardakı bütün köhnə, təzə, qarışıq çəkməyəcəm. Əsasən yeni, hər bir avtomobilin yeni versiyalarını çəkib göstərməyə çalışacağım. Bizi izləmədə qalın. Hava soyuq da olsa, küləkli də olsa, bu bizim bu dəfəki çəkilişimizə mane olmayacaq. Bazarda nə varsa onlarla sizi tanış edəcəm. Getdik. Deməli, ənənəvi şəkildə bazarın ən hündür nöqtəsindəyəm və buradan əvvəlcə bazarın vəziyyətinə nəzər yetirmək istəyirəm. Sonra dediyim çəkilişi etmək üçün daxilə inəcəm. Baxaq görək hündürlükdən bazarda nə baş verir? Soyuq, yağış bazara, bugünkü bazara nə dərəcədə təsir edib? Əslində bunu buradan dayanıb baxanda daha yaxşı görmək olur. İndi kameranı fırlayacağım bazara tərəf, bir balaca təhlil edək, ondan sonra düşək çəkilişimizə. Deməli, fikir verirsinizsə, bazarda böyük bir boşluq var. Düzdür, səhər saatlarıdır, saat hardasa 11-in yarısıdır. Amma bu saatda belə, bazarda belə böyük bir boşluğu biz görə bilirik. Təbiidir bu da, çünki hava çox soyuqdur və küləklidir. Bazarın bu hissəsində isə demək olar ki, avtomobil çox az saydadır. Baxın, görüntü bax belədir. Bu isə o deməkdir ki, bugün bazara avtomobil çox az sayda çıxarılıb. Düşək daxilə, görək, əvvəldə sizə söz verdiyim o avtomobillər tapıb çəkə bilirikmi? Mən buradan baxaram, çünki o dərəcədə də yeni avtomobillər görmürəm. Düşək, baxaq görək, yeni avtomobillər varmı? Bir də ki, maraqlı bir mövzuya toxunacağım. İzləmədə qalın bizi. Bəli, dəyərli izləyicilər, bu dəfə nisbətən ili yeni avtomobillər çəkməyə çalışacağım. Amma bazarda gəzdikcə sağa sola baxıram, görmürəm ili yeni avtomobillər. Əsasən 2017-2018-ə qədər olan avtomobillər görürəm. Mən istəyirdim ki, 2020-dən yuxarı avtomobillər çəkib göstərim. Gəzdikcə baxacam, olduqca çəkib sizə təqdim eləməyə çalışacağım. Qiymətləri ilə sizləri tanış eləyəcəm. Deməli, dəyərli izləyicilər, qarşımızda 2019-cu ilin bir RAV4-ü var. Toyota RAV4. Əslində, sinifinin, belə deyək də, özünü təsdiqləyən avtomobillərindən biridir Toyota'nın. Toyota'nın bu modeli olduqca çox sevilir. 2019-cu ildir, sadə komplektasiyadır deyək. Avtomobillə bağlı detallı məlumatları diqqətinizə çatdıracağım, həm də qiyməti ilə sizi tanış edəcəm. Əvvəlcə avtomobilin vizual görünüşünü sizə təqdim edirəm. Görürsünüzsə, Toyota RAV4. Elə disklərinin ümumi görünüşündən sadə komplektasiya olduğu görsənir. Təkərləri yaxşı vəziyyətdədir, kosmetikası normaldır. Avtomobil səliqəli avtomobildir. İndi qiymətinə və detallarına keçək. Bu RAV4-ün qiyməti, detalları, yürüyüşü, ili və s. məsələlərini indi sahibi bizə danışacaq, sahibini eşidəcəyik və sahibindən bu məlumatları sizə təqdim edəcəm. Allah'ın salamı olsun hər birinizə əzizlərim. Sizləri salamlayıram. Bu gözəl gündə, yağışlı, nurlu gündə salamlayıram və belə bir mükəmməl sizlərə avtomobil təqdim edəcəm. Söhbət təbii ki, RAV4-dən gedir. Əzizlərim, istərdim ki, avtomobilin ümumi komplektasiyasını sizlərə təqdim edeyim. Siz avtomobilə bir baxış keçirin, biz avtomobillə bağlı sizlərə şərh eləyək inşallah. Söhbət RAV4-dən gedir, bir daha qeyd edirəm. 2019-cu ilin RAV4-üdür, əzizlərim. 2019-cu ilin RAV4-ü 2 sadə motordu, komplektasiya olaraq orta komplektasiyadan gedir. Söhbət ən əsas nüans isə burada avtomobilimizdə nədən ibarətdir? Avtomobilimiz servis maşınıdır. Cəmi 73.000 probek gedib, 73.000 kilometr avtomobil məsafə qət eləyibdir. Bugünkü gündə bazar qiymətini bilənlər bilir ki, 41, 42, 43 min AZN civarında avtomobilimizin qiyməti dəyişir. Bizdə isə bu avtomobilimizin qiyməti çox təcili satış olduğundan dolayı 35.900 manatla avtomobilimiz hal-hazırda satışa çıxıbdır. 35.900 manat. Bəli, dəyərli izləyicilər, avtomobil sahibi avtomobillə bağlı detallı məlumatlar çatdırdı. Amma bir mənfi nüans var bu avtomobildə. Onu da özü bildirdi ki, demək lazımdır, avtomobil həvəskarlarına bu məlumatı vermək lazımdır. Deməli, Toyota RAV4-ün sol sərnişin və sürücü qapısı, yəni bu detallar, iki detal dəyişibdir.
Səbəb də o olub ki, sol tərəfdən motosiklet gəlib avtomobilə çırpılıb və dərin iz buraxdığına görə, detallar üzərində düzəlməsi heç cür mümkün olmadığına görə sol iki qapı dəyişibdir. Sürətlər qutusunda, mühərrikində hər hansı ciddi bir qüsur yoxdur. Harda istəyirsinizsə aparıb yoxlatdıra bilərsiniz, deyir avtomobilin sahibi. Qiyməti də 35.900 manat deyir. Real qiyməti belə dedi qardaş, avtomobilin sahibi. Servisli Toyota RAV4. Qardaş deyir ki, real alıcıya 35.900 desəm də 1-200-300 manat da orada hardasa ayaq yeri saxlamışam ki, deyir hardasa bu qiymətə bir balaca düzəliş eləyə bilərik. Amma real alıcı olsa. Belə başladıq biz Toyota RAV4 ilə. Belə davam eləyəcəyik 2020, 2021, 2022 və bunun üzərində olan avtomobilləri sizə təqdim etməyə. Deməli, dəyərli izləyicilər, qarşımızda 2018-ci ilin Hyundai Tucson'u var. Başqa sözlə AX35 deyək də. Bu avtomobillər həm Koreya, həm Amerika istehsalı üçün, bazarı üçün nəzərdə tutulub və bu avtomobil indi qarşımızdakı Hyundai Tucson isə servis avtomobildir. Xüsusiyyətləri nədir, ili nədir, yürüyüşü nə qədərdir? Bütün bunlarla bağlı detallı məlumatları indi avtomobilin sahibi bizə təqdim edəcəm. 2018-dir, 106 min kilometr təmiz kilometrajdır. 106 min. Bəli, bes kraskadır, servisdir, Amerikanka deyil. Tam fulldur, maşın bes kraskadır, ümumiyyətcə heç bir vurğu, zədəsi, kraska deyən yeri yoxdur. Avtomobil 2018-dir. Bəli, bəli. Servisdir, yəni sinifinin full versiyası. Sinifinin full versiyasıdır, bəli. Yenə interyerini göstərirəm sizə. Qardaş Android monitor qoyub, sonradan yəni zavod monitoru çıxarıb, yəqin ki, belə məsləhət görüblər. Tamamı mən sizə göstərmək istəyirəm. Panoramdandır, avtomobil. Tam panoramik damdır. Tam panoramik damdır. İndi belə dəyərli izləyicilər, fikir verirsinizsə, Hyundai Tucson damı başdan başa lükdür, yəni panoram damdır. Avtomobil sinifinin full versiyasıdır. Qardaş deyir ki, 34.500-ə real alıcı olarsa qiymətdə razılaşmaq olar. Bəli, dəyərli izləyicilər, ili yeni avtomobillər çəkməyə davam edirəm. Qarşımızda 2021-ci ilin Amerika istehsalı olan, Amerika bazarı üçün nəzərdə tutulan Hyundai Sonatası var. Düzü loqonu bağlayıblar, arxasında da Sonata yazıldığını biz görmürük. Avtomobil, yeni avtomobil ilinə görə yeni deyə bilərik, 2021-ci ildir. Yürüyüşü nə qədərdir? Mühərrikini deyə bilərəm ki, mühərriki 1.6 benzindir. Yürüyüşünü və detalları sizə danışacağım. Əvvəlcə qeyd etmək istəyirəm ki, avtomobil Amerikada sağ qanat, yəni arxa sağ qanat, arxa krilo deyək də, yəni ki, rus dilində desək, deməyə çalışmıram. Bax, bu sağ qanatda zədə olubdur, üzərində düzəldiblər. Dəyişən detallı yoxdur, qardaş deyir. 2021-ci ildir. Yürüyüşü də ki, nə qədərdir? Avtomobildə ümumiyyətlə yekun qiyməti nə olacaq? Onu sizə təqdim edəcəm. Əvvəlcə avtomobilin vizual görünüşünü göründüyü kimi sizə təqdim etməyə çalışıram. Belə səliqəli avtomobildir. Hyundai Sonata 2021-ci il. Bəli, açarsız daxil olmadır. Lük var avtomobildə, fikir versiniz açarsız daxil olma. Mən avtomobilin interyerini sizə göstərəcəm. Yəni, avtomobil sinifinin full versiyasıdır. Lip-stoplara qədər, start-stopa qədər panoramdamdır. Avtomobilə oturacaqların isidilməsi, soyudulması və idarə olunmasına qədər fikir verirsinizsə, avtomobildə bütün funksiyalar var. İndi qardaşdan soruşmaq istəyirəm ki, avtomobilin son fikriniz nə olacaq? Yox, qiymət olaraq bir qiymət deyək. Mən qiymət deməmişəm çünki. 36.500. Yürüyüşü nə qədər idi? 132.000. Amerika bazarı olsa da qardaş mildən çevirib 132.000 kilometr real yürüyüşü var. Avtomobilin ümumi, yəni dərisi, oturacaqların dərisi, vizual görünüşü çox səliqəli vəziyyətdədir. Genişliyi, Hyundai Sonataların genişliyi təbii ki, hər kəsə məlumdur. Avtomobil yaxşı səliqəli maşındır. Bir soruşmaq istəyirdim, arxa sağ qanat krilo deyirdiniz ki, zədəsi dəyişib, yoxsa üzərində? Bəli, bəli. Detal dəyişikliyi yoxdur, qardaş deyir. Bir daha dəqiqləşdirmək istədim. Avtomobildə heç bir detal dəyişikliyi olmayıb. Üzərində düzəlib avtomobilin sağ arxa qanat. Yüngül qəzası olub Amerikada. Disk təkər də səliqəlidir, təkərlərin də ömrü var, sürülə bilər. Qiymətini də dediksə, bəli, Hyundai Sonata. Dəyərli izləyicilər, yeni avtomobillərin arasında mən bir dənə BYD Destroyer görürəm. Avtomobili qardaş özü gətiribdir xaricdən, yəni Çindən özü gətirib.
sıfırdır deyir, satıram 25.500-ə deyir, ağ rəngdədir. Deyir sıfırda avtomobil, sıfır gətirmişəm, amma bir dənə rayona deyib qayıtmışam. Qiymətini də dedi qardaş 25.000-ə, 25.500-ə deyir qiymətini. Hələ, rəngi və bu maşınlar artıq bəllidir hər kəsə. 21.000-ə də bəzi elə vaxt var idi ki, bu avtomobillər 21-22.000-ə də satılırdı. Artıq o yanvarın birindən tətbiq olunan bəzi məsələlər var ki, ondan sonra qiymətlər qalxdı. İndi faktiki olaraq sıfır deyib satdığı bu maşını 25.500-ə deyir qardaş. Belə. Bəli, dəyərli izləyicilər, ili yeni avtomobillər çəkməyə davam edirik. Qarşımızda Amerika bazarı üçün nəzərdə tutulan Mercedes C-Class var. 2019-cu ildir. Avtomobil 2 turbo benzindir, mühərriki və ümumi vəziyyəti, görünüşü olduqca səliqəlidir və ili yaxşıdır. 2019-cu ildir. Yürüyüşü nə qədərdir qardaş? 80 min mildir də, hə? Bəli. Avtomobilin ümumi vizual görünüşü çox yaxşıdır. Yəni kosmetikaya hər hansı bir ehtiyac yoxdur. Bəli, mühərriki də 2 turbo benzin, biz bunu vurğuladıq. Şinləri və diskləri səliqəli vəziyyətdədir. Şinin ömrü də var, xeyli sürə bilərsiniz. Avtomobil yeri gəlmişkən full komplektasiyadır. Arxa qapıların açarsız daxil olması, qabaq qapıların açarsız daxil olmağından tutmuş. Salon çox səliqəlidir, interyeri əla vəziyyətdədir. Lipstoplarına qədər avtomobildə hər şey var. Damı da, yəni panoram dam olmasa da damı, yəni lük var avtomobildə. Oturacaqların idarə olunması qapılarda. Bəli, real olaraq qardaş, avtomobili real alıcıya neçəyə satacaqsınız? Əsas sual budur. $26.000 deyirəm, amma bir razılaşma olar. $26.000 deyir qardaş, manatla yox, $26.000 deyir. Amma real alıcı olsa deyir qardaş, deyir ki, razılaşacağım qiymətdə. Yeri gəlmişkən bir də sual verim ki, Amerikada bilirsiniz ki, avtomobillərin bir çoxu orada DTX-ları var da, dəyən yerləri olur, qəzalar olur. Bu avtomobil sökülü gəlir. ön bufer, başqa bir yerində Başqa yerində heç nə yox. detallar özünündür, rəng dəyən yerləri yoxdur. Rəng dəyən yerlər bir dənə bu qabaq kreldə, sağ qabaq kreldə bir qarış yerində pistotrəkdir. Qardaş deyir ki, avtomobilin ön bamperin zədəsi ilə gəlib, yəni bufer deyək, bamperin zədəsi ilə gəlib, amma heç bir detalında problem yoxdur. Bir dənə sağ qanadda və burada detal hissədə rənglənmə olubdur, cüzi zədəsi olubdur. Yəni avtomobil ağır qəza keçirməyibdir və faktiki olaraq bugünkü gündə real qiyməti $26.000 deyir qardaş. Belə, Mercedes C-Class Amerika bazarı üçün 2019-cu il 80 min mildə yürüyüşü var. Dəyərli izləyicilər, qarşımızda Amerika bazarı üçün nəzərdə tutulan K5 var, Kia K5, başqa sözlə Kia Optima var. 2020-ci ildə avtomobil səliqəli vəziyyətdədir. Mən yəni avtomobildə nə olsa onu deyirəm sizə. Yaxşı vəziyyətdədirsə, səliqəli deyirəm. Səliqəli deyilsə, o xırda nüansları sizin diqqətinizə çatdırıram. Avtomobildə sağ qanadın, ön qanadın zədəsi ilə gəlib, yüngül zədəsi ilə gəlib qardaş deyir. Burada düzəlibdir. Belə avtomobilin ümumi görünüşünü görürsünüz. 2020-ci ildir. Mühərriki və detalları sizə çatdıracağım. Orta full komplektasiya deyək. Çünki avtomobildə lük yoxdur və bəzi funksiyaları mən görürəm ki, yoxdur. Bu o deməkdir ki, avtomobil orta full komplektasiya. Tam sadə komplektasiya deyil. Çünki böyük monitor var, avtomobilin müxtəlif funksiyaları öz yerindədir. Deməli, 2 benzindir avtomobil və qiyməti də 33.000 dedizə. 33.000-də qiymətini dedi qardaş. Açarların da açarsız daxil olmadan tutmuş. Avtomobildə bir çox funksiyalar, full versiyadakı funksiyalar var. Çatışmayan cəhət, avtomobildə lipstoplar yoxdur və ümumiyyətlə dam, panoramik dam deyil. Belə qiymətini də dedim sizə, yürüyüşünü də dedim. 120.000 mil yürüyüşü var idi, səhv eləmirəmsə elə demişdi. Daha əvvəl nə demişdimsə odur düz. Avtomobilin vəziyyətini 2020-ci ildir və ümumi görünüşü gördünüz. Və avtomobilin ön farları çox əladır. Xüsusilə də Amerika bazarı üçün nəzərdə tutulanların ön görünüşü, bu K5-lər ləzzət eləyir həqiqətən də sözün əsl mənasında. Şirin. Belə. Dəyərli izləyicilər, qarşımızda Çin istehsalı Li-9 var. $50.000 deyirdi sahibi. Sahibi də yer gəlmişkən Azərbaycanlı deyil, Koreyalılardır. Avtomobilin real yürüyüşü 17.000-dir. 17.000 kilometr real yürüyüşü var. Li-9 və $50.000 deyirdilər və bir balaca danışandan sonra dedilər ki, $45.000 verərik. Avtomobildə 17.000 cəmi yol gedib. Belə deyək də özləri Çinlilər deyil, Koreyalılardır.
Yəni yəqin ki, yol üstü içinə dönüb oradan gətiriblər Azərbaycana, ikinci el avtomobil bazarına gətiriblər. Çünki bu avtomobilin burada satışı məncə bura deyil. Bəlkə də biraz sürüldüyünə görə ikinci el avtomobil bazarına gətiriblər. Maraqlanır yerli alıcılarımız. Qiyməti maraqlı gəlir. 45 min dollara kimi endi qiymətini. Belə, Li 9, 45 min dollar. Deməli, dəyərli izləyicilər, qarşımızda Kia Sportage 2023-cü ildə 1.6 mühərriklə təmin olunub bu avtomobil. Ümumi görünüşünü görürsünüz, 2023-də artıq, yəni 2 ilin maşınıdır deyə bilərik. Avtomobil səliqəlidir, yaxşı vəziyyətdədir, nə qədər yol gedib, qiyməti nədir, bütün detalları indi qardaş danışacaq. Yeri gəlmişkən avtomobilin sahibi də türkdür, Türkiyəli qardaşlarımızdandır. İndi qardaş avtomobillə bağlı detallı məlumatları nəzərinizə çatdıracaq. Mən də avtomobili sizə göstərəcəm. Hələ ki, mən interyerinə nəzər yetirmək istəyirəm avtomobilin. Baxın, interyeri əla vəziyyətdədir, səliqəlidir. Orta komplektasiyalı deyək, parça salondur. Avtomobil dəri salon deyil. Damda lük də yoxdur. Biraz sadə versiyada, belə deyək. 23-cü il. Araç evet 2023 1.6 dizel 16.000 kilometrede, daha kokusu üzerinde, öyle söyleyeyim. Servisten aldım ben bunu. Yetkili servisten, salondan değil. Bayiden aldım. Satma sebebi? Satma sebebim şöyle, ben bunu aldım. Türkiye. Limitimizi doldurduk. 24 ay bitirdik. Yani bu aracı buradan aldıktan sonra yabancı ülkeye gittiğinde 2 sene kullanabiliyorsun. O 2 sene sürem dolduğu için mecbur aracı bu tarafa getirmek zorunda kaldım. Bu sebepten dolayı satıyorum yani. Yoksa satılacak araç değil. 2 ildir Türkiye'de Tabii ki, tabii. 2 yıl doldu, müddət doldu. Yani 2 yıl tam dolmadı yani. 2 yılın dolmasına 3 ay kala, 6 ay kala çıkman lazım o ülkeden. Yani hangi ülke olursa olsun, yabancı ülkeden bir ülkeye araç götürdün mü 2 sene kullanma hakkın var. O 2 sene kullanma hakkın dolmasına 3 ay kala, 6 ay kala tekrar geri dönüş sağlamak zorundasın. Biz de buna istinaden aldık, arabayı geri getirdik. Bundan dolayı satıyoruz. Fiyatı ne kadar? Aracın fiyatı 43.000 TL. 43 bin TL. Bizim pulla neçə deyirsən? Ya 43.000 manat sizin pulla, öyle söyleyeyim. Azərbaycan manatıyla Evet. Sizin sizin parayla 43.000 manat. Sen neçə almışdın Azərbaycandan? 48 buradan 48.000 küsür işte o paralara. Evet. Yürüyüşü ne kadar dediniz? 16.000. 16 bin. Evet, daha kokusu üzerinde. Evet. Motoru açmaya gerek var mı usta? Yani aracın Zahmet olmasa. içi temiz olduğu kadar motoru da temiz, ama sen istersen bakmak istiyorsan, çekmek istiyorsan çekebilirsin. Abi real alıcıya, almaq istəyən əsl alıcıya neçə verəcəksiniz avtomobili? Nə qədər endirim eləyəcəksiniz? Kardeş, pazarlık sünnettir. Gelsin, elini uzatsın, desin ki benim gönlümden geçen budur. Biz de 3 aşağı 5 yukarı pazarlık sünnet deyip el sıkışıp hayırlaşacağız, olacak bitecek. Öyle söyleyeyim. Avtomobil çox səliqəli vəziyyətdə həqiqətən. Ya daha 16.000 kilometrede. Yani ne olabilir ki? Həqiqətən də avtomobil çox səliqəlidir və yeni olduğu artıq vizual görünüşündən yeni olduğu çox yaxşı görsənir. Qardaş deyir ki, avtomobili almaq istəyən real alıcıya bazarlıq deyək də, türklər bazarlıq deyir buna. Biz buna aşağı yuxarı endirim deyək. Real alıcıya endirim eləyəcəm. Faktiki olaraq bugünkü gündə bazardakı qiyməti 43.000 manata deyir qardaş. Mən deyir bunu almışam 48.000 manata. Azərbaycandan alıb və götürüb aparıb Türkiyəyə orada idarə eləyib 2 il müddətdən sonra. Güzel kardeşimin hatırına indirim Bəli, qardaş deyir ki, 1000 manatda avtomobilin 43 mindən 1000 manatda keçərəm, bizə görə deyir keçərəm. Mobil nömrəniz var, Azərbaycan nömrəsi. Var. Nömrənizi təqdim edin zəhmət olmasa. 0. O işte kötü oldu. Nasıl söylüyor abi, söylesene. Abi mobil nömrəni deyin zəhmət olmasa. 050 nə qədər? Çünki avtomobil almaq istəyənlər əlaqə saxlaya bilsinlər sizlə. 070 070 642 642 83 avtomobilin sahibi bazardadır. İkinci el avtomobil bazarındadır və burada satmağa çalışır. Sata bilməsə bu nömrə ilə əlaqə saxlayıb, qeyd etdiyimiz nömrə ilə əlaqə saxlayıb avtomobili Bakıda görə bilərsiniz. Və nə qədər Bakıda qalacaq bu avtomobil bugün satılmasa? Vallahi ömürlük. Bir hafta. Evet. Bir hafta avtomobili Bakıda qalma ehtimalı var və bu bir həftə ərzində qeyd etdiyim nömrə ilə əlaqə saxlayıb avtomobillə maraqlana və almaq istəyirsinizsə yaxınlaşıb qardaşla bazarlıq edə bilərsiniz. Yəni aşağı yuxarı qiyməti, real qiyməti danışa bilərsiniz.
Bəli, dəyərli izləyicilər, daha bir yeni avtomobil var qarşımızda. Toyota Cross hibrid 2 mühərriklə, 2 benzin hibriddən gedir təbii ki söhbət. 2024-cü ilin avtomobilidir. Bu vaxta qədər avtomobil cəmi cümlətəni 7000 kilometr yol gedib. Avtomobili qardaş deyir ki, pula təcili ehtiyacı olduğuna görə satıram. Yer gəlmişkən göstərim sizə. Avtomobil hibriddir və interyerinə, bir balaca interyerinə nəzər yetirəcəm. Qardaşlar düşməmək şərti ilə. Narahat olmayın, siz çəkmirəm. Avtomobilin interyerini görürsünüz, böyük monitordur, yaxşı vəziyyətdədir avtomobilin salonu, orta komplektasiya deməyək, fulla bənzər komplektasiyadır, tam sadə komplektasiya deyil, orta full komplektasiyadır. Avtomobilin qiymətini qardaşlar deyir ki, 33.500 manata 7000 kilometr yol gedib. Bəli, Toyota Cross 2 benzin hibrid 2024-cü il. Valla ikinci əl o köhnə avtomobillərə nisbətən iri daha təzə olan avtomobillərin qiyməti məncə yaxşıdır. Yəni köhnələrə baxanda bu avtomobillərin qiymətini hardasa insaflı deyirlər. Həqiqətən. Belə, Toyota Cross 2024. Dəyərli izləyicilər, ili yeni avtomobillər çəkməyə davam edirəm. Qarşımızda Nissan Sentra var, 2020-ci ildir. Avtomobil ili yaxşıdır. Yürüyüşü nə qədərdir? 89.500 kilometr gedirdi Nissan Sentra. Sinifinin full versiyasıdır. Avtomobil açarsız daxil olmaq, Keyleskov, yəni ki, bu deməkdir ki, avtomobil full versiyadır. Baxırsan salonuna, interyerinə baxaq. Avtomobil yaxşı vəziyyətdədir, interyeri maraqlı rəngdədir, yəni qeyri-adi rəngi var. Xüsusilə də mənim bu rəng çox xoşuma gəlir. İndi zövqlər təbii ki, müxtəlifdir. Avtomobilin lükü var. Bu da açılmağı qardaş, lalın dilin qardaş bilər, yiyəsi bilər. Bir-bir göstərməyə çalışırıq. Bu da arxa salondur. Dəri oturacaqlardır və oturacaqlarında hər hansı süzülmə, didilmə, deşilmə yoxdur. Səliqəli avtomobildir. Təkərlərin diskin görürsünüz vəziyyətini. Təkərlərin ömrü, yəni şinin ömrü var. Hələ sürə bilərsiniz 1-2 ildə. Bəli, avtomobil səliqəlidir. Sadəcə yağış yağıb deyə avtomobil bir balaca çirklənib, amma ili avtomobilin gövdəsi çox yaxşı vəziyyətdədir. Göstərəcəm sizə. Bəli, bu avtomobilin arxa yük yeri yaxşı vəziyyətdədir. Qardaş, neçəyə verəcəksiniz avtomobili? 26.000 manatla deyir qardaş. Mühərriki nə idi? 2 benzindir. 26.000 valla qardaşlar. Həqiqətən də, bax, bayaq çəkəndə də dedim, indi də deyirəm. İli yeni avtomobillərin qiymətlərini çox insaflı deyirlər. Yəni 2014-ün 13-ün maşınlarına elə qiymətlər deyirlər ki, məsələn 2013-ün 14-ün maşınını az qala bu maşından aşağı yuxarı 1000-2000 fərqdə deyirlər. Məsələn mən bu avtomobili 2020-ci ilin avtomobilidir. Yürüyüşünə görə, vəziyyətinə görə mən şəxsən almaq istəsəm belə avtomobillərə üstünlük verirəm. Yenə də məsləhət sizindir, amma həqiqətən də bu avtomobilə o pulu verməyə dəyər. Amma qardaş deyir ki, real alıcı olsa o puldan da dediyimiz 26.300 dediniz, yoxsa 26.000 dedik. 26.000-lə də qardaş dedi ki, aşağı yuxarı real alıcıya endirim eləyəcəm. Amma söhbət real alıcıdan gedir. Bəli, Nissan Sentra 2020-ci il. Bəli, dəyərli izləyicilər, qarşımızda daha bir ili yeni avtomobili var. 2020-ci ildir, 2019-cu ilin axırı, 2020-ci il deyək. Texpasportda da, yəni sənədində də 2020-ci il qeyd olunub. GMC Terrair. Avtomobilin ümumi görünüşünü mən sizə təqdim edəcəm. Qiymətini və detallarını qardaşdan soruşub sizə çatdıracağım. Yaxşı vəziyyətdədir, crossoverdir deyək. Yəni kimlərsə bunu SUV adlandırır, amma əslində avtomobil tam crossover avtomobildir. Avtomobilin görüntüsünü görürsünüz, vəziyyətini görürsünüz. Avtomobil polnu full komplektasiyadır, açarsız daxil olma. Göstərirəm və qapını açıram. Açan kimi avtomobilin polnu full komplektasiya olduğunu açıq-aydın müşahidə etmək olur. Oturacaqların idarə olunması, bundan başlayırıq. Gedirik sükan, multi sükandır, cruise kontrol, hər şey var avtomobildə. Böyük monitordur, dəri salondur. Avtomobil start stopdur, yəni düymə ilə işə salınmadır. Tam panoramik damdır, boydan boya fikir verirsinizsə. Avtomobil, yəni çox yaxşı vəziyyətdədir. Oturacaqları səliqəlidir. Baxın, oturacaqlarının səliqəsi öz yerindədir. Avtomobilin arxa qapıları da açarsız daxil olmadı. Arxa qapılarının da səliqəli olduğunu, yəni daha doğrusu arxa oturacaqların da səliqəli olduğunu açıq-aydın görə bilirik. Avtomobil çox yaxşı vəziyyətdədir.
Qardaş, nə qədər gedib avtomobil? 180.000 kilometr. Yoxsa 80.000? 180.000. 180.000. Mühərriki nə idi? 1.5. 1.5 benzin. Bəli, 1.5 benzin. Turbo. 92 ilə turbo. 92 ilə tam rahat işləyir. 1.5 turbodur, qardaş deyir. 92, yəni oktanlı benzinlə daha rahat işləyir. 182.000 kilometrdə yürüyüşü var. Real qiyməti nə olacaq? 28.000. 28.000 də qardaş deyir ki, real qiyməti 28.000. Bəlkə də real alıcı olsa, avtomobilin qiymətində qardaşlar endirim eləyə bilər. İli 2020-ci ildir. 182.000 yürüyüşü var. Yəni 4 ilin avtomobilidir. Daha doğrusu 6 ilin avtomobilidir, amma 6 ilə nisbətən, yəni 6 ilin avtomobilidir, amma 6 ilə nisbətən avtomobil sürülübdür deyərdim də. Yəni 182.000 gedibsə deməli avtomobili yaxşı sürüblər. Qiymətini də dedik qardaşlar. Bəli. Crossover. Deməli, dəyərli izləyicilər, daha bir ili yeni avtomobili var qarşımızda. Rəngi çox əla bir rəngdədir. 2021-ci ilin K5-idir. Başqa sözlə Kia Optimasıdır. Bu da Amerika bazarı üçün nəzərdə tutulub. Avtomobil çox qəşəng rəngi var. Yəni, həqiqətən də rəngi ləzzət edir bu avtomobilin. Açarsız daxil olma. Göstərirəm interyerini sizə. Çox səliqəli interyeri var. Qeyri-adi rəngdə də yaxşı oturacaq üzdükləri taxıb qardaş. Baxın, pollu full komplektasiyada avtomobil, böyük monitordur, start stopdur. Yəni avtomobildə hər şey əla vəziyyətdədir. Oturacaqlarının rəngi, ümumi oturacaqlarının rəngi də hardasa elə interyerin rənginə uyğunlaşdırılıb. Oturacaqlara taxılan üzdüklərin rəngi. Avtomobil çox qəşəng rəngdədir, çox üzr istəyirəm. İndi sizə göstərəcəm arxa oturacaqlardakı vəziyyəti, arxa tərəfin vəziyyətini də. Baxın, çox səliqəli vəziyyətdədir. Avtomobilin rəngi, səliqəsi və s. Avtomobillə maraqlanırlar, alıcıları var. 86.000 kilometr qardaş deyir gedibdir avtomobil. Amerikadakı qəzası qabaq, yəni öndən mühərrik hissədən, yəni bu hissədən zədəsi olubdur. Daha çox avtomobilin mühərrik örtüyü, kapot deyək, zədəsi olubdur və ön bamper zədəsi olubdur. Bunu da həll ediblər, düzəldiblər və amma məlumata görə, dediklərinə görə detal dəyişikliyi olmayıb avtomobildə. Qardaş, real qiyməti neçə olacaq? Qardaş, real qiyməti neçə olacaq? Qiyməti ən son 32.000 manat. Qardaş deyir ki, real qiyməti 32.000 manat. Bəli. K5 Amerika üçün. Yəni daha doğrusu Kia Optima. Avtomobil çox qəşəng rəngdədir, həqiqətən də. Görürsünüz. Elə çəkmək istəyirəm bu avtomobili. Yəni oturacaqların görürsünüz idarə olunması, avtomobildə hər şey var. Qardaşın maşınını almaq istəyirlər. Bax. Neçəyə razılaşmaq istəyirsiniz? 500 manata görə maşını verin. Qardaşın yanında alıcı var, aralarında 500 manat fərq var. Baxın, görürsünüz. Bir toxunuşla da yük yeri açılır. Aralarında 500 manat elə pul qalıb. 510 mənim. Onu da qardaş deyir ki, keçmək istəmir mənə, almaq istəyən qardaş deyir. Satan da deyir ki, maşınım yaxşı maşındır, keçmək istəmirəm. Dediyim dedikdir. Deməli, siz neçə deyirsiniz, siz neçə verirsiniz? Mən 32 yarım deyirəm, qardaş 31 yarım deyir. Hə, belə. Satan qardaş deyir ki, 32 yarım deyirəm. Ən sona düşmüşəm 32 yarıma. Almaq istəyəndə 31 yarım verir. Bax, belə bir mübahisəli vəziyyət var. Avtomobil həqiqətən də çox əla rəngdədir, çox əla vəziyyətdədir. Bəli, dəyərli izləyicilər, qarşımızda daha bir ili yeni avtomobili var. Kia Sorento var. Hansı ki, bu avtomobillərin biz 14, 15, 16-ya qədər olan gövdəsini daha çox görmüşük. Özünü bazarda təsdiqlədi həmin avtomobiller. Bu gövdə isə daha yeni versiyadır. 2020-ci ildir Sorento. Avtomobili Koreya istehsalıdır. Koreyadan gətirilibdir. Koreya bazarı üçün nəzərdə tutulubdur. Nə qədər gedib, yürüyüşü nə qədərdir, mühərriki nə qədərdir, detallı məlumatları indi sahibindən öyrənib sizə təqdim edəcəm. Amma əvvəlcə
Baxaq görək avtomobilin vizual görünüşü nədir, zədəsi varmı, ümumi görünüşü yaxşıdırmı, ondan sonra qiymətinə və o detallarına keçəcəm. Yəni, Sarento'nun görünüşü əladır, farlarını görürsünüz, gündüz işıqları ledlərlə təmin olunubdur, avtomobil full komplektasiyada yeri gəlmişkən, açarsız daxil olmadır. Avtomobilin vizual görünüşü səliqəlidir. 2020-ci il avtomobilidir, 2020-ci ilin avtomobilidir. Səliqəli vəziyyətdədir. Görünüş əradır. Yekə hərflərlə Sarento yazılıb avtomobilin arxasına. İnteryerinə nəzər yetirək, açarsız daxil olma. Hər iki qapıda var. Oturacaqların idarə olunmasıdır. Qapıların vəziyyətidir. Avtomobil kruz kontrol idarə olunması və s. Panoramik damdır. Avtomobildə panoramik damdır. Yəni, baxın, görürsünüz. Oturacaqlar səliqəli vəziyyətdədir. Dəridə hər hansı cızılma didilmə yoxdur. Start-stopdur, böyük monitordur. İnteryeri əla vəziyyətdədir. Burada zolaq tanımasından tutmuş sürüşmə əleyhinə, arxa yük yerinin açılması və s. funksiyaları var. Arxa oturacaqların vəziyyətinə nəzər yetirək. Arxa oturacaqlar da yaxşı vəziyyətdədir. Bəli, avtomobilin ümumi görünüşü əladır. Qardaş, neçə motordur dediniz? 2-2 dizeldir. 2-2 dizeldir. Avtomobil nə qədər gedib? 146 min. 146 min yürüyüşü var avtomobilin. 2-2 dizeldir. 20-21 alışdır. 20-ci il istehsaldır. 21-ci ildə alınıbdır avtomobil Koreyadan gətirilib və real alıcıya neçə verəcəksiniz? Endirim olacaq, real alacaq. Bir qiymət deyək ki, endirim yeri qoyaq orada. 50 min. 50 min. 50 min manatdır, qardaş deyir. Bugünkü gündə 50 min manata deyirəm, amma real alıcıya yəqin ki, orada endirim eləyəcək. Yer gəlmişkən, avtomobilin yanında daha bir eyni avtomobildən Sarento'nun qara rəngindən görürük. Belə, bazarda var, aşağı-yuxarı qiymətləri, yeni avtomobillərin qiymətləri, yəni Sarento'ların qiymətləri 48-52 min arasında dəyişir. Belə. Deməli, bazarın son hissəsində kənarda bir avtomobili var, Toyota Camry'dir. İli 2023-cü ildir. Avtomobili kənarda saxlayıblar. Səliqəli vəziyyətdədir avtomobil. 2023-cü ilin Camry'sidir. Qara rəngdədir. Hibrid də avtomobil. Mühərrik tutumu deməli 2.5 hibriddir. Yürüyüşü 25 min kilometrdir. Nömrə qoyubdur qardaş. Avtomobilin qiyməti nə olacaq, neçə olacaq? Həmin nömrə ilə əlaqə saxlamaq üçün yazıb kağıza yapışdırıbdır. Servisli avtomobil. Yer gəlmişkən nömrələri də təqdim edirəm sizə. Baxın. Avtomobili 20 nə qədər yürüyüşü var qoy baxın. Deməli 25 min yürüyüşü var avtomobilin. 2.5 hibriddir. Göstərdim sizə. Deməli dəyərli izləyicilər, biraz öncə çəkdim qara rəngdə Camry'ni və indi ağ. Qara rəngdə Camry hibrid idi 2.5. Bu 2.5 sadədir. İkisi də servisdir. Bu ağ rəngdəki hibrid deyil. Bu da 2.5-dir, mühərriki, polnu fulldur. Yürüyüşü 90 mindir. Qardaş, neçə verirsiniz bu ağ rəngi? 33.500 dollara bu Camry'dir. Və qara neçədir? Özümü çəkməm. Yox, siz çəkməyəcəm. Qara rəngdə Camry neçədir bə? 58 min manat. 58 min manata da bu qara Camry'nin deyir, son qiyməti. Var nömrələrini qeyd elədik, yazıb vurubdur qardaş. Maraqlanmaq istəyən bu maşınlarla da maraqlana bilərlər. 33 min manat. Deməli, qarşımızda dəyərli izləyicilər, Hyundai Elantra var. 2024-cü ildir. 1.6 mühərrikdir, benzin mühərrikdir. Avtomobil servisdir. Yürüyüşü çox azdır. 20 min cəmi yürüyüşü var. Avtomobil full komplektasiyadır, yoxsa orta komplektasiyadır? Sadə komplektasiyadır, qardaş deyir. Qiyməti də 33 min manat. 33 min manat yoxsa quyruğu da var orada? 33 min manatdır. Avtomobil çox qəşəng rəngdədir. Ümumi vizual görünüşünü görürsünüz. Avtomobillə bağlı. Yəni interyerinə də nəzər yetirək. Baxın. Mən içəridən göstərməyə çalışıram. Avtomobil sadə komplektasiyadır. Lükü yoxdur. Parça salondur. Və ümumi görünüşü də ki budur. 2024-cü ilin Hyundai Elantrası 33 min manat. 33 min manat Hyundai Elantra 2024-cü il Hyundai Elantra.
Bəli, dəyərli izləyicilər, avtomobil bazarında dediyim kimi yeni avtomobillərin qiymətləri ilə sizləri tanış eləməyə çalışdım. Yeni deyəndə ili daha yeni, əvvəlki çəkilişlərimdən fərqli olaraq bu dəfə ili daha yeni avtomobillərə üstünlük verdim. Söhbət 2018-19-dan indiyə qədər istehsal olunan avtomobillərdən gedir. 2020, 2021, 22 və s. qarşıma çıxan bax belə ili yeni avtomobillər, az yürüyüşü olan avtomobillərin qiymətlərini sizlərə göstərməyə çalışdım. Demək olar ki, bazarda bir dənə də olsa gözdən kənarda qoymadım. Bütün yeni avtomobillər, neçə yeni avtomobil çıxarılmışdısa, neçə ili yeni avtomobil var idisə, hər birinin qiyməti ilə sizi tanış eləməyə çalışdım. Əslində aşağı yuxarı bu avtomobillərin qiymətlərinə və vəziyyətinə görə bazar qiymətlərinə nəzər yetirəndə tam səmimi deyirəm ki, yeni avtomobillərin, ili yeni avtomobillərin qiymətləri köhnə 2014, 15, 16-cı illərlə müqayisədə çox insaflı qiymətlər deyirlər bu avtomobillərə, çox yaxşı qiymətlər deyirlər. Avtomobilin interyerinə baxanda, ümumi vəziyyətinə baxanda, komplektasiyası və s. yürüşünü nəzərə alsaq, yeni ili daha yeni avtomobillər daha yaxşı qiymətlərə satılır bazarda, təklif olunur. Amma təəssüf ki, köhnə avtomobillər 2015-ci ilə qədər, 2010, hətta 16-cı ilə qədər olan avtomobillər əl yandırır deyərdim. Həm də bazarda yəni yeni avtomobillər çəkənə qədər, çəkdiyim o ərəfədə, o prosesi göstərməyə çalışdığım vaxtda ümumi bazarın vəziyyəti ilə tanış olmağa çalışdım. Qeyd etmək istəyirəm ki, bu bazar çox soyuq olsa da, yağışlı olsa da alqı-satqı var idi. Əvvəlki bazarla müqayisədə alqı-satqı var idi, amma qiymətlər də əvvəlki bazarlarla müqayisədə bir artım yoxdur. Necə artmışdısa 1-2 ay bundan qabaq, həmin artımda da stabil olaraq qiymətlər qalır. Yəni köhnə maşınların qiymətlərini bundan əvvəlki çəkilişlərimdə sizə necə təqdim eləmişdimsə, həmin qiymətlərdə də satış var. Ötən həftə demək olar ki, satış yox idi, çox zəif idi, amma bu bazar hava soyuq olsa da, bazara maşın az gətirilsə də satış kifayət qədər yaxşı idi. Mən bunu müşahidə edə bildim. Yeni avtomobillərin də qiymətləri ilə sizi tanış eləməyə çalışdım. Bizi izləmədə qalın, Avtosazı izləyin, bir-birindən maraqlı videolar gələcək və bir maraqlı mövzuya toxunmuşam. Söhbət SUV, yəni SUV avtomobillərindən crossover avtomobillərin fərqindən ibarətdir. Bu avtomobilləri çox vaxt əksər avtomobil həvəskarları bu avtomobillər bir-birindən dəyişik salır. Fərq nədir? SUV əslində hansı avtomobillərə deyilir? Yəni SUV-lər, yolsuzluq avtomobillərə deyək. Crossoverlər hansılardır? Bunların fərqini bir daha izah eləməyə çalışmışam. Həmin görüntünü də sizə təqdim edəcəm. Avtosazı izləmədə qalın. Soyuqdur, mən getdim.